Peyğəmbər nə üçün deyir? Pis fal tutma. Pis fal tutmaq bilirsiniz nədir? Anam qaradır, qonşu çıxdı qabağıma, onun nəfsi filandır, mən belə oldu və düşünür və Allah da düşüncəsini doğruldur. Deyir, sınamışam, tək səbir bizə düşmür. Doğrudan da tək səbir düşmür. Ona nə üçün? Çünki sınayıb. Sınamasan hər şey sənə düşür. Sən ki fikirləşsən ki, vay bu tək səbir mənə nə olacaq? Vay dedin ha fikrində, vay ona uyğun da hadisələr cəryan eləyəcək. Fikir bu qədər önəmlidir. Sən düşünürsən, hadisələrin hamısı o düşüncəyə uyğun tənzimlənməyə başlayır. Ona görə Peyğəmbər deyir, qara pişik də keçsə yaxşıdır, ağ pişik də keçsə, qırmızı pişik də keçsə. Pişiyin yaxşısı pisi yoxdur, hər şeydən yaxşıdır, Allahın heyvanıdır. Gəlib keçib qarşımdan, inşallah yaxşı olar. Tək səbir gəldi deyən inşallah yaxşı olar. Cüt gəldi, üçü də gəlsə, beşi də gəlsə, adam var axı başlayır askırmağa dayanmır. Hamısı deyən rəhmət üstündəndir. 7-si də gəlsə rəhmət. Amma bir an düşünəndə ki, bu mənə düşmür, deyir, sınamışam, elə sınamaqla xarab eləmirsən hər şey.